Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, gözəl bir yerdə, ATV-lər məhəlləsi olan deyilən ərazidə, 314 nömrəli məktəbin yaxınlığında, gördüyünüz kimi gözəl, səliqəli, demək olar üst sotun içində 4 otaqlı, tam təmirli, gir-yaşa vəziyyətində olan bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə məlumatlarını vereyim. Evin qiymətində videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Ev, oturmuş evdə şəxsi bir, tikilmiş bir ev olub. Hal-hazırda təzədən təmir olunub, satışa çıxardılıb. Gördüyünüz kimi də bir evin xarici görünüşü, həyət yəni sahəsi, həyətinə rahat 2 maşın daxil olan bir həyəti var. Gördüyünüz kimi, əlavədə bir sota yaxın yaşıllıq əkmək üçün boş torpaq sahəsidir. Gördüyünüz kimi də ev sahibi hal-hazırda burada yaşıllıqlar salır. Əlavədə bar verən heyva ağacıdır, bəzi üzüm ağacları da var. Gördüyünüz kimi də həyət yəni sahəsi geniş, ürək açan. Evin də xarici görünüşü də gördüyünüz kimi zövqlə təmir olunub. Keçən ildə evin içindən tanış olaq. Həyət yəni sahəsi də gördüyünüz kimi də geniş, ürək açan, əlverişli. Keçən ildə evin içindən tanış olaq. Buradan qalxırıq evə. Bura veranda hissəsidir. Yayda zadda oturmaq üçün belə bir ev sahibi belə şərait yaradıb. Əslində, hörmətli izləyicilər, evin mansarda var. Sadəcə ev sahibi mansarı bağlayıb. Yəni, hündür mansarı var. Girən kimi geniş dəhlizdir. Haradasa 3 metrə yaxın dəhlizidir. Tavanları çəkirəm zövqlə yığılıb. Gördüyünüz kimi də ev həqiqətən gözəl təmir olunub. Aboyları zövqlü aboylardır. Baxın bir dənə aboylarına. Gördüyünüz kimi hər şey qaydasında. Demək, sol tərəfində burada bir yataq otağıdır. Bax, buradan yuxarı çıxmaq üçün, mansara çıxmaq üçün, siz gələcək, buradan pləkan qoyub mansar da yarada bilərsiniz. Gördüyünüz kimi, hörmətli izləyicilər, pəncərəsi də düzür səhətinə baxır. Demək, burada sanuzel hissəsidir. Geniş sanuzeli var. Gördüyünüz kimi də təmiri gözəl, səliqəli, yuxarılar asma tavandan yığılıb. Aksesuarlar hamısı ev sahibi tərəfindən qoyulub veriləcək. Mətbəxi gördüyünüz kimi yığılıb hal-hazırda. Ev bilirsiniz necə, hörmətli izləyicilər. Veşlərinizi götürün, gəlin yığışın evin içinə. Bütün mebellər də yığılıb, hazır vəziyyətdədir, kombiləri var. Ev oturmuş evdir. Şəxsi inşa olunmuş ev olub, yenidən təzədən təmir olunub, satışa çıxardılıb. Burada bir geniş bir 16 kvadratlıq 4-4-də bir yataq otağıdır. Gördüyünüz kimi də təmirlərdə gözəl, zövqlü aboylardan istifadə olunub, ağ qapılardan istifadə olunub. Keçirik bura. Burada bir də geniş 4-ün 5-ərliyə bəlkə də bir geniş bir yataq otağıdır. Evdə otaqlar da geniş, ürək açan. Evin yeri də gözəl yerdə yerləşir. Nəmişlik olmayan ərazidir. Sənədləri də bələdiyyə ya da qeydiyyat propiska olacaq. Evin təmiri gördüyünüz kimi hər şey qaydasında. Keçirik burada. Burada qonaq otağıdır. Tvistentizadə hamısını qoyub, açıq aboylardan istifadə olunub. Evin bütün nəyi varsa hamısı təmiri var. Pərdələri də belə-belə vırılır. Kombi sistemləri var. Hamısı qaydasındadır, hörmətli izləyicilər. Bir dənə 500-ü götürün, gir-yaşa vəziyyətində olan bir evdir. Gəlin, köçün evə. Yəni, mətbəxdir, kombidir, hər şey öz yerində. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube-da, TikTok'da, Instagram'da Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Yenə qeyd edirəm. Ev həqiqətən Biləcərin yeni massivinin ATV-lər məhəlləsi deyilən gözəl bir yerdə yerləşir. Yola marşda, qapının ağzında asfalt ərazidə yerləşir. Qiyməti 135 min start qiymətdə. Real alıcı olsa endirimi birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözdə hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Kim satsa da yenə xeyrin versin, alana da yenə xeyrin versin. Amin.